çağırış nidalarından ey. Bəzən ey çağırış nidası xitabla işlənir. Məsələn, deyirəm ki, ey yolçu, hara belə? Baxın, çağırış nidasıdır. Özündən sonra xitab gəldi, ey yolçu. İkisi bir yerdə, yolçudan sonra vergül qoyuldu. Bəzən eyin özün xitablaşdıra bilərik və onda vergül qoyula bilər. Məsələn, bax, onda eyi xitab kimi deyəcəm. Ey yolçu, ey yolçu, hara belə? Onda baxın, xitabda eydən sonra vergül qoydum. Yəni, bir dən burasını təkrar edirəm, diqqətli olun, testə düşən yerdir. Xitab, nida. Çağırış nidası istisnadır ki, çağırış nidası xitabla bir yerdə işlənir və çağırış nidasından sonra vergül olmur. Gəlib xitabdan sonra qoyulur. Ay uşaq, düz otur. Uşaq xitabdır, çağırış nidası xitabla bir yerdə işlənir və vergül qoyulur xitabdan sonra. Daha çağırış nidasında qoyulmur. Çağırış nidasının içərisində bir də ey istisnadır ki, ey xitabsız da işlənə bilər. Onda eyin özüm xitab kimi işlədirəm. Yəni, bax, ey yolçu, hara belə? Yenə də çağırış nidasıdır və mən vergül qoymadım, düz elədim. Sualda mənə desə ki, əgər desə, deyəcək ki, hansı nidadan sonra vergül qoyula bilər? Zaten bütün nidalarda vergül olmalıydı. Çağırış nidasında vergül olmamalıydı. İndi mənə deyir ki, vergül qoya da bilərsən, deməli çağırış nidasında eyi axtaracaq. Çünki eyi qoya da bilərsən desə, onda çağırış nidasını xitablaşdırıram da. Deyirəm ki, ey yolçu, hara belə? Eydən sonra vergül qoyuram. Əgər mənə desə ki, qoya da bilərsən kəlməsini desə, siz eyi axtaracaqsınız. Yenə də təkrar edirəm, çağırış nidasında vergül olmur. Qoya da bilərsən desə, eyi çağırış kimi işlədə bilərəm. Ey yolçu, hara belə? Və onda vergül qoyacağım.